Bir çay sualı var və bizə deyir ki, 0 nöqtəsindən üzməyə başlayan bir üzücü K nöqtəsindən qarşı sahilə çıxırsa. Gəlin indi buna xəttimizi çəkək. 0-dan K-ya bir düz xətt çəkirik. Və görürük ki, bax bu deməli üzgüçü nə qədər sürüşüb sağ tərəfə? Bir dama sürüşüb. Bu o deməkdir ki, çayın sürəti sağ tərəfə doğru bir dama imiş. İndi bizə nə deyir? Həmişəkindən fərqli olaraq bu səfər sualda bizə deyir ki, əgər çay əks istiqamətdə eyni sürətlə axsaydı, bayaqdan sağ tərəfə axır, hardan bildik? Gördük ki, bunu sağa sürüşdürdü. İndi sol tərəfə axsa nə baş verəcək? Onsuz bunun sürəti bir damadır. Sadəcə bu səfər dəyişib sol tərəfə bir dama elədik. İndi buranı silək. Sol tərəfə bir dama oldusa. İndi yenə başlanğıcla bax buradan elə bir düz xətt çəkirik. Və gördük ki, gəldi N nöqtəsində dayandı. Yəni çayın istiqaməti dəyişsə N nöqtəsində gəlib çıxarmış.